Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda 90-cı illərin pizza piroqunu hazırladım. Sadədir, yumuşaqdır, ləzzətlidir və ən əsası 1 saata başa gələn pizzadır. Unu duzla qarışdırıram, qatıq əlavə edirəm. Qatığın içinə sodanı əlavə edib qarışdırıram ki, sodanı söndürək, xəmirdən sodanın dadı gəlməsin. Yumurtanı əlavə edirəm, yumuşaq yağ və gözəl bir xəmir yoğururam. Xəmir bu cür hazır olandan sonra biraz dəzgahın da üstündə bax belə öfkələyirəm. Xəmir çox gözəl olur və artıq xəmiri baxın görün, bax bu cür olmalıdır. Xəmiri qoyuram yarım saat dinlənməyə. Xəmir dincələnə qədər pizzanın sousunu hazırlayıram. Mən burada bibərdən hazırladığım tomatdan və mayonezdən istifadə elədim. Çox və çox fərqli ərzaqlardır. Yəni 90-cı illərdə olan ərzaqlar. Mozzarella pendirini körkanın xırda gözündən keçirtdim. Ümumiyyətlə pizzanı hazırlayanda bütün zaqatovkanı bir gün irəlidən də etmək olar. Mən hisə verilmiş bu cür kalbasadan istifadə edirəm. İndi kalbasanı doğrayacağam və təbii ki, biberlə pomidoru. Mənim əzizlərim, kim kalbasa yemirsə, burada toyuğun bişmiş əti ola bilər və yaxud da ki, hisə verilmiş toyuğun sinə əti. Pizzanın üstünə istifadə edən ərzaqlar sizin zövqünüzdən asılıdır. Sadəcə olaraq çox gözəldir, rahatdır və ən əsası mayalı xəmir deyil. Pizzanı hazırlayandan sonra əgər sizə elə gəlsə ki, xəmir qalındır, bugünkü videoda xəmir üçün istifadə olunan ərzaqları siz yarı bölə bilərsiniz. Ərzaqlar hazırdır, artıq pizzanı yığa bilərik. 35 dərəcədə tavanı istifadə elədim, yağladım, unladım. Yəni bu hər ehtimala qarşıdır. Bəzi qablar var ki, xəmir yapışır. Baxın görün, xəmir dinlənib, çox gözəldir, sözə baxır, yumuşaqdır və siz bu xəmiri hazırlasaz, bu xəmirdən pizza piroqunu hazırlasaz, çox möhtəşəm olacaq, razı qalacaqsınız. Kündəni yaydım, qoyuram tavanın içinə və bu cürlə düzəliş edirəm. Bir daha xatırlamaq istəyirəm ki, bizim vaxtımızda pizza çox geniş yayılmamışdı və biz bu piroqu tez-tez hazırlayırdıq. Əlimizin altında olan ərzaqlardan da istifadə edirdik. Və o vaxtlar, yəni 90-cı illərdə
Pendirin əvəzinə yarpaq pendir var idi. Məsələn, bax belə pizzanı yığandan sonra həmin o yarpaq pendirlə ərzaqların üstünü örtürdük, pizzanı hazırlayırdıq. İndi maşallah marketlərdə bütün pendirlər növbənöv satışda var. Problem deyil. Sadəcə olaraq hər bir pendir sizin zövqünüzə baxır, hansından istifadə eləmək istəyirsiniz. Pizza piroq da eyni pizza kimi yığılır və yenə də xatırlamaq istəyirəm ki, pizzanın üstündə yığılan ərzaqlar sizin zövqünüzdən asılıdır. Bu qarğıdalı da ola bilər, zeytun da ola bilər, toyuq əti də ola bilər. Mən bugünkü videoda sırf biz necə 90-cı ildə bu pizza piroqunu hazırlamışıq, mən bunu sizə göstərirəm. Mənim əzizlərim, dəqiq resept, ölçülər videonun altında da yazılır. Baxın, nəzarət edin. Bütün məsləhətlər video boyunca verilir. Diqqətlə video baxsaz, hamısını biləcəksiniz. Sobanı mən pizzanı yığan zaman artıq yandırıram ki, pizza əvvəlcədən isidilmiş sobada bişməlidir. Pizza piroqu sobanın bax ikinci pilləsində bişməlidir. Pizza piroq fansız 200 dərəcədə bişməlidir. Bəh, bəh, bəh. Pizza piroq deyil, həyatdır, həyat. Siz neyinirsiniz? Hazırlayırsınız, ailə üzvlərinizi sevindirirsiniz və nuş edirsiniz. Sağ olun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.